Bakıda Real Aikido üzrə 11-ci beynəlxalq seminar və kəmər imtahanı keçirilib. Tədbirdə Azərbaycan Real Aikido İdman Klubunun 14 filialından 300-dən artıq idmançı iştirak edib. Seminara Real Aikido döyüş sənətinin banisinin birinci assistenti, Beynəlxalq Real Aikido Federasiyasının prezidenti, 7-ci dan qara kəmər ustası professor Igor Petroviç rəhbərlik edib. Seminarın sonunda 4 yaşdan 70 yaşa dək iştirakçılar arasında ağ kəmərdən qara kəmərə qədər dərəcə imtahanları təşkil olunub. İmtahan komissiyasında Beynəlxalq Real Aikido Federasiyasının prezidenti professor Igor Petroviç, Azərbaycan Real Aikido İdman Klubunun prezidenti Fariz Abdullayev, eləcə də Qazaxıstan Real Aikido Assosiasiyasının prezidenti Artyom Zaxarenko yer alıb. Azərbaycanda olduğumdan məmnunam. Bu dəvətə görə yerli federasiyanın rəhbərliyinə təşəkkürümü bildirirəm. Ölkənizdə Real Aikido yüksək səviyyədə inkişaf etməkdədir. Əminəm ki, uğurlarınız daha da çox olacaq. Təbii ki, hər seminardan sonra, hər beynəlxalq seminardan sonra, hər respublika daxili kəmər imtahanından sonra Real Aikido idman növünə maraq artır. Təqvim planına əsasən, yəni illik baxarsaq, bizim həm yerli seminarlarımız var, həm xaricdə olan seminarlar var, beynəlxalq seminarlar, döyüş növləri festivalları var və o festivallarda Azərbaycan bayrağını qaldırmaq üçün əlimizdən gələni eləyəcəyik. İndiyə qədər mən və tələbələrim dəfələrlə Azərbaycan bayrağını qaldırmışıq və Azərbaycan adından çıxışlar etmişik. Çox şükür ki, hara getmişiksə də birinci olmuşuq. İnşallah bundan sonra da bu birinciliyi bayrağımıza uyğun olaraq qorumağa çalışacağıq. Tədbirin sonunda Beynəlxalq Federasiya rəhbərinin qərarına əsasən Azərbaycan 8-ci dəfə Real Aikido idman növü üzrə bütün kateqoriyalarda birinci yerə layiq görülüb.